Allahın 99 gözəl ismindən biri də Əl-Xafiddir, yəni yüksəldən. Digəri isə Ər-Rafi'dir, yəni alçaldan. Allah həm yüksəldəndir, həm də alçaldandır. Allah kimi yüksəldər, kimi alçaldar. Təbii ki, təqvakarları yüksəldər və tağut əhlini, zalimləri isə alçaldar. Doğrudan da həyatımızda belədir. Nə qədər insan birləşir ki, bir insanı alçaltsın, amma bacarmırlar. Nə qədər insan birləşir ki, bir insan ucaltsın, amma yenə də bacarmırlar. Bunun ən böyük nümunə İmam Hüseyn əleyhissalamın Kərbalada yaşadığı həmin o faciədir. Bütün insanlar birləşdi ki, İmam Hüseyni orada alçaltsınlar, adını tarixdən silsinlər, amma bacarmadılar. Allah onu yüksəltdi. Bunun əksi nə demək olar? Bütün insanlar bəzi zalimləri ucaltmaq istədilər, amma bacarmadılar. Çünki Allah onları alçaltmaq istəyirdi. İmamlardan belə bir məzmunlu hədis var. Təəccüb eləyirəm o şəxsə ki, Allahın alçaltmaq istədiyini ucaltmaq istəyərlər. Allahın ucaltmaq istədiyini isə alçaltmaq istəyərlər.